Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Xoş izləmələr. Uşaqlar, deməli ustaların ərazisində oturmuşuq. Pişmaniyə yeyirik. 2 dəqiqənin içində Gülsümlə Əsnatın arasını vurdum 2 dəqiqənin içində. Soruşdum Gülsüm, Əsnatdan başqa yaxın dostun var? Dedi, yoxdur. Dedim, heç kəslə danışmırsan, oynamırsan, ünsiyyət qurmursan Əsnat olmayanda. Deyir, yox. Deyirəm, axı Əsnat sən olanda hamı ilə oynayır, dostluq edir, padruqa. Dostluq etməmişəm. Əsnat 200'də olma. Gəl köməklə Rabiyə, gəl köməklə boşaltdıraq bunları bir-birindən. Müşanlarım. Rabiyə dostluq eləmir, Gülsüm olmayanda dostluq eləmir başqaları ilə. Eləyir, uydu. Hələ sən görməyibsən. 5 qız birdən. Sağ ol aşkım, nəcəb yadıma düşdü, mən də susmuşum. Sən dedim, susmuşum. Rabiyə mənə qarşı çox paniyat qaldı arkadaşlar. Ailənin digər üzvlərini Zeydin mamasıyam deyib, sən sifət və nə gündəyəm mən, gedim adım vidinə bürünüm gələm. Arkadaşlar Gülsüm qayıtdı, kameranın bağlandığını görüb məndən soruşur, sonra kimdən dostluq edir? Rabiyə kimdən dostluq edir və bu yadıma sal da bir dənə. Bir dənə 3 dənə sirk yolda. Kızımın adı, o kızın adı qoyacaq. Rabiyə heç nə eləmir, ataya şikayət eləmir. Ata 200'lülü eləyir. Şəhriyar qarışma. Ara, nə? Kameranı henüz çatırım. Dənəm mənə. Zəbraq sınır o. Aşkım bunun ağzı. Yəni uzun sözün qısası Gülsüm. Sənin yerində olsam bunu nəzarətdə saxlayardım. Hə, nəzər görməmişəm. Hə. Peşmə burada, gəl. Görüntünü Əsma mənə dəvət edib. Dedim, yəqin görüntüdə qohumlar zatar və açdım içsizim. Yazılarla danışırlar eşeğlər. Nəysə, sizdən əl çəkirəm, birazdan Məryəmlə Əsmanın arasını vuracam. Bir-birlərini danışsınlar. Məntiqsiz bir şey. Eyni otaqda bir-birim. İkisi bir divanda oturuyor. Yaxşı, bunların ürəyi getdi arkadaşlar. Sağ olun. İndi Gülsümlə Əsnatı biraz bir-birinə qırdırdım. Birazdan qalxacam. Məryəmlə Əsmanın arasını vurmağa. Məryəm gəlmə, ha. Bunları da boşaltdırım, əl çəkirəm. Sənin yarın yoxdur, hə, yanında. Olsun, onu biləndə gündə bir dənə qızın şəkil paylaşır. Bu qəbullanmış. Qızlar, sizə dünənki videoda Şəhriyarın ağartdığı tualetin son halını göstərib. Dünənki videoda sapsarı idi da, yadınızda. Bir də buna baxın, unitaz necə dəyişib. Buna baxın, o unitazdan əsər əlamət yoxdur da, elə bil təmiz, təptəzədir. İndi mən bir də üstündən keçirəm. Bir də kafelləri arkadaşlar eləyirəm. Çünki bunlar, bu hamam neçə vaxtdır var olan bir hamamdır. Buranı yaxşıca təmizləmək lazım. Səsə baxın. Yuh. Şırhaşır. Buranı yaxşıca təmizləmək lazımdır arkadaşlar. Bugünkü işimiz budur. Şəhriyar da kuxnada qazı qoşur. Sonra krantı zadı qoşur. İndi onları da göstərəcəm sizə. Qızlar, baxın, Şəhriyar krantı qoşub. Göstərim sizə. Ay, çox qəşəngdir. Sonra bu. Bir də canım qutardı qab paraşoklarını ortalıqda görməkdən. Bir də belə bir şey var. Bunu termosla yoxlayacağıq. Çünki hələ stəkan yoxdur burada. Bir saniyə. Baxın qızlar. Hop, yudu. Super. Qazı da deyəsən qoşub. Qoşmusan, amma bağlamısan. Hə, onda mən kuxnanı təmizləyərəm. Elə qoşarsan qazı da. Heç nə, uşaqları. Vay. Sakit, yavaş uşaqlar. Deməli qızlar, mən kuxnanı ehtiyatlı oynayın, bir yerimizə bir şey olmasın. Mətbəxi təmizləyəcəm arkadaşlar.
Ondan sonra Jedi qazı zadı tam qoşa biləcəyik. Hayca. Oha! Nə oldu? Qazanın üstünə yerləşərəm. Bu qazanı Nakuş bibi gil gələndə yemək pişirməyə almışam. Nə boydadır. Qabyanım da buradadır. Baxın arkadaşlar. Qalxı gəldi dərs seçməyəcək. Evet. Şəhriyar aparır mən krantımı qoşmağa. Hə Şako? Getdik. Şaka tako. Atam bundan Lablaquja. Hə, danışarsan indi. Atam bundan takmadı takodur. Tako. Hə. Yaxşı da bundan sonra sen takosan Şəhriyar. Takodur. Şako tako. Evet arkadaşlar siftəni Rabiyə elədi. Bu kəsi biləm. Başqa bir bəzəyəcək. Nə bilim bəzəkli gəldi. İndi bunu belə. Bayaqdan özüm də sən gündəydin bayaqdan. Bu nədir? O bəzəksiz olan versiyasıdır. Ay Allah, siz hardaydınız? Para beyinlər yox idi. Bəs bu nədir? O filtr suyudur. O hələ işləmir. Yaxşı, все, dava eləməyin, bir-birinizə qapaz vurmayın. Hə, yuyun. Qorxdum qırılırsa. Cinin axırıncı balası olarak hepinizi selamlıyorum arkadaşlar. Bu evdeki ilk duşumu aldım. Uşaqlar da hal-hazırda aşağıdadırlar, çim-çim edirlər. Kuxlanı təmizlədim, bu mərtəbəni süpürdüm deyə dəhşətli dərəcədə 2 gün onsuz toz içindəydik. Dedim, üjefisyo çimmək lazımdır. Çimdim, qəşəng gördüyünüz kimi fenləmişəm saçlarımı, pörtmüşəm, olmuşam kıpkırmızı qız. Bu da kuxnamızın son halı qızlar. Şu qapı bağlayayım. Bunun üstündə plyonkalar... Ayda bunlar basılıb açılan imiş. İndi fark etdim. Hə, bunun üstündə plyonkalar var. Bunları tam ustalar evdən çıxandan sonra sökəcəyik. Qazı zadı təmizləmişik arkadaşlar. Bunları sabah yuyacağım inşallah krant qarışıq. Amma əksər hissələri yəni təmizlənib. Şkafların falan içini baxın. Təmizləmişik. İndi çocuklar çim-çim eləyir. Mənim işim bitib. Mən gedirəm geyinmə soyunma otağından otağıma daşıyacağım bakım əşyalarımı götürməyə və bakım eləməyə. Bu arada yeni parfümümü də yuxarı qaldırmağı düşünüyorum. Bu arada onu da deyim, haqlarına girməyim. Çünki video çəkməyi unutmuşam. Sonradan Məryəmgil, Əsmagil zat da gəldilər. Bayağı bir mənə kömək elədilər kuxlanı təmizləməyə. Getdik. Xəstəsən sən, içəri girib mən görüb nə divara çırpıldın, ora çırpıldın. Arkadaşlar bu arada ustalarımız sağ olsun. Gəlib burada bir iş görəndə götürüb su borusunu partladıblar. İşıq yuvalarına su getdiyi üçün geyinmə soyunma otağının işığını yandıra bilmirik. Yəni göz, nəfis, nəzər nədir deyə sorsanız ancaq bu kadarını söyləyə bilirim. Allah'ım dostuna hoş. Çok korktum. Allah'ım da sen bunu yukarıdası video seçsen ne girirdim şu an. Rabiye Özde. Dedim biçim diyorsun kreme bakıp. Bakalım sütün. necə qalmışdın ki, normal qalmışdın. Belli bak. Üstünü oxuyurdun da, üstünü oxuyurdun. Bu böyle bir cim var çıkıyor. Mən bu ata şalvarda, şalvar, mən niyə bu cümlələri səhvsən? Ata yuxarıda şalvar könəksiz qalıb gedim ona şalvar könək yaparım, döyəcək bizi. Evet arkadaşlar, götürüm əşyalarımı gidiyoruz. Rabiş de girir çim-çim eləməyə. İndi bunlar... Aşkım biraz soyuyuru kaldım ahıra. Yok, kombilər su soyumur ki. Prosta kombidən dalbadal neçə saat duca su işlənir, ev soyuyur da, kombi gücünü suya verib. Nəysə, əşyaları götürüm, getdim mən. Deməli, qızlar, aşağıdan özüm üçün Yasifdə bir dənə nəmləndirici krem gətirdim. Şəhriyar üçün bir dənə parfüm gətirdim. Bir dənə də özüm üçün parfüm gətirdim. Nəmləndiricimi sürtürəm, parfümümü vururam. Şəhriyar fıs-fıs çimdi parfümün içində.
Всё, mən yatıram. Bir dənə ondan qabaq gedərik uşaqların vəziyyətinə baxarıq, fen apararıq uşaqlara görə neyniyirlər. Haydi. İndi sizə fen gətirirəm, amma sizdən bir dənə əl kremi ödünç ala bilir miyim fen qarşılığında? Demək ki, gətirməmişəm. O boyda Rabiyədə var, oğurlayaq. Ay Allah, bu nə deyir cücəsi? Bu nə deyir cücəsi? Əsl səndə bəlkə əl kremi olar. Eşələr Rabiyədə olmamış olmaz. Rabiyədə də yoxdur. Ola bilməz olmasın. Mış şeydir o. Ay qız ora əl kremi qoyur o. Mışın biridir o. Ola bilməz olmasın əl kremisi. Məryəm tapsam səni döyəcəm. Tamam. Eş. Razısan? Razısan? Yaxşı, gözlə axtarırım. Əsnatın bir dənə vidinə baxın da qurban olum. Məryəm də Rabiyənin əlində çürüyüb. Rabiyə yox, hamını. Hamıya çatmaya çalışıyorum. Birinə qətvə, birinə mayka. Bu arada əl kremi tapa bilmədim, sən məni döy. Deməyəcək. Yo, əlimin üstünə bir dənə şap vur. Deməyəcək. Yo, müəllimə vur bir dənə şap. Qaladı mən. Elə kremlədin çox. Sən əlin yumuşaqdır. Müəllim niyə belə qurudu? Məncə də quludur. Sənkisi də qurudu. Həmişə təmizlikdə bu arada. Heç nə fenimizi verirəm, mən gedirəm yatmağa. İyi gecələr. Buyurun. Əsnatın saçını mən fenləyirəm. Gəl mən Əsnin saçını fenləyim. Birinci mən sonra. Yox, mən fenləyim. Gedim aşkım, sonra sən saçını fenlə. Olar elə. Gəlsin. Kamerələrə baxın. Məxmirə 3. Ay Allah, ay Allah dirsəklədi. Məxmirə 4 və 5-də buradadır. Hazırsınız. 3, 2, 1. Durun. Durun qızlar. Qızlar durun. Qızlar durun. Eşitmişsiniz məni? Gülsümün masumiyyət şakamı. Ay Allah. Eşqidir mehrabı uca göylərin. Məryəm Əsma olmasa neylərin? Bu heç bu bəquş kimi tək qalıb. Bu da səhərə qədər Gülsümü döyüb. Arkadaşlar neyse bunlar dursunlar. İnşallah mən də toparlanım. Geliyoruz. Deməli qızlar yadınızdadırsa mən sizdən soruşmuşdum ki bu Twistentin kənar polkalarına nə düzə bilərəm ağlıma heç nə gəlmir. Hamı yorumlarda maraqlı ideyalar yazmışdı. Sizin yorumlarınızın nəticəsində bir-iki dənə şey gətirmişəm bura. İlk öncə o bir evdə mənim otağımda olan Qurani Kərimi gətirmişəm. Bunu qoyacağım. 2 dənə YouTube plaketimiz var. Onu qoyacağıq. Bir də çocuklarla olan şəklimi bura qoyacağım arkadaşlar. Yerləşdirək görək necə görünür. Quranı hələlik belə bura qoydum arkadaşlar. Bunun yanına bir dənə də istəyirəm mini ölçüdə namaz qılandan təsbih qoymaq istəyirəm gələn qonaqlarımız üçün. Sizcə necə fikirdir? Bir də burada mənim kanalımın plaketi. Burada da kızlarımla olan şəklim və kızlarımın YouTube plaketi arkadaşlar. Bunun içində işıqlar yanır. İndi Şəhriyar o işıqları qoşanda evə biri gələndə məncə çox gözəl görünəcək. Bir də dünən yorumlarda gördüm çox adam yazıb ki Şəhriyar əmi niyə son videolarda heç üzü gülmür? Arkadaşlar mənim bildiyim səbəblər evin dəhşətli dərəcədə çox xırda-xuruş işləri qalıb. İnansız gecə yerinə girəndə belə krant, nə bilim paltar yuyan, qab yuyan, dayanmadan sayıqlayır, onu ora qoşmalıyam, bunu bura qoşmalıyam, şılank almalıyam. O Şəhriyar əmimizin bir dənə xasiyyəti var. Onun boynunda bir dənə iş olanda o işi, o problemi həll eləməmiş, həqiqətən nə bizə üz verir, nə də yata bilir. Çox qəribə xasiyyəti var. Dəhşət məsuliyyətlidir. Bir şeyə də taktımı takır. 2 gündür, 3 gündür evə dəhşətli dərəcədə takıb ki, buradakı yarımçıq işləri həll eləsin.
Ona görə biraz üzü gülmür. Belədə o da nastroyeniyası düşür işi tam olmayanda. Ona görə istədim sizə xəbər verim ki, yəni səbəb budur. Bəlkə mənim bilmədiyim başqa səbəb də ola bilər, insanlıq halıdır. Amma əsas səbəblərdən biri budur. Bir də nəsə deyəcəydim sizə, yadımdan çıxdı. Ürəyim kofe istəyir, dəhşətli dərəcədə. Dursaydılar bunlar, çıxardıq evdən. Həm acmışam, həm kofe istəyirəm. Hə, bir də yorumlarda yazırlar ki, mebelləri niyə ustalar evdən çıxmamış gətirdiniz? Arkadaşlar, əslində ustaların dediyi ilə olsaydı, ustalar buradan 2 ay bundan öncə çıxmalıydılar və biz onların sözü ilə mebelləri sifariş vermişdik. Və nəticə olaraq mebellər gəldi. Ustalar söz verdikləri vaxtda çıxmadıqları üçün ona görə yarımçıq işlərin üstünə gəlib çıxmış oldu və ona görə də indi yüksək dərəcədə tozdan əziyyət çəkirik evləri təmizləyəndə. Bir var boş evi təmizləyəsən təmirdən sonra, bir var dolu evi təmizləyəsən təmirdən sonra. Yəni uzun sözün qısası, siz də haqlısınız, amma bizim də haqsız tərəfimiz yoxdur. Bizə də deyiləni yapdıq. Nəysə, gedin bunları bir də durğuzum, silkəliyim da evdən çıxaq. Bugün inşallah ya bugün ya sabah yeni ev üçün market alışverişi çəkmək istəyirəm. Nə düşünürsünüz? Sizcə necə fikirdir? Yorumlarda yazın. Az bunlar hələ durmayıb. Ay qızlar, ay balalar, ay cücələr, oyanasız bəkə. Bir dənə gülsün deyə çağıranda reaksiya verin. Qızlar durun da. Öldüm acından, durun ayağa, durun mənim balalarım, durun, durun, durun. Böyle olmayacak. Benim bu işe bir el atmam lazım. Bir saniye. Bunları şikəst eləməsən xeyli yoxdur. Rahatladın. Mən sən durğuzmaya çalışıyorum, sən rahatladın. Təcrübəyə. Yekələrdən başlayayım, sizdən qorxuram, xəşli olarsınız. Durun! Durun da! Doğdun. Deyir qışqırma, doğdun. Ay düzə! Durun! Durun! Dandini eləyirlər, emə. Sırtıqdılar esən bunlar. Bu vapşe sırtıqdır. Bu gözləyir bunun üstünə dırmaşım elə. Bərqdanın səbirsizlənir. Durun da zə. Aşkım durmuş idi. Ayağa durun, neyinəm sən zıllı göz açmağı mən. Çəkib bu. Şükür ay Allah, biri durdu. Ay Əsad, bırax uşağı. Ay. Şükür, Yasifdə birinci yer. İkinci yeri kim namizədlik eləyir? Getdilər, indi orada sərələndilər. Allahım, ya Rəbbim, ya səbir. Mən gedirəm. Kəndinizə iyi bakın. Məni axtarmayasınız. Mən də sizin kimi kefim istəyəndə qaydacam. Hoşça kal. Ayağı ilə mən... Məryəm, səni çırparam. Sənin o ayağımı var ha. Allahım dostum, salladaram bu pəncərə. Zə! Dur da! Acmamışsınız siz. Mən acından ölüm, Quranım dolsun. Gedək zavtrıqlıq bir şeylər alaq, kahvaltı eləyək. Durun qızlar, durun. Durun. O sırtıq Rabiyən də dur qızım. Hə. Qolun ağrıyır. Bəlkə mən uzandım üstüvə ona görə. Bir şey qəribə bir şey açamıram. Gözdə baxın. Qızlar, deməli evdən çıxdıq. İndi gedirik o bir evə. Yenə əşya götürməyə, həm də yemək yeməyə. Bu arada yeni evdə bugün ilk akşam yeməyimizi pişirəcəyik arkadaşlar. Çox sabırsızlanıyorum. Bunların da arasında nəsə dərd bəla düşüb. Məryəm Əsman barışdırdı. Niyə küsüblər? Nə bilim, Zəhra ilə nənə kim? Zəhra hanım. Rabiyə ilə nənə Şəkil çəkiblər, TikTokda paylaşıblar. Mən ona görə küstüm. Ondan sonra onun dediyi sözə görə mən lap da ondan küstüm. Mən bəlkə barışacaqdım, amma heç barışmadım. İndi sən ondan küsmürsən? Yoxsa ikiniz də bir-birinizdən? Mən ona barışdırmaq istəyirəm. Hə. O biri hanı? Görmürəm. Burada. Hə. Hə. Həsi, mən ona barışdırmaq istəyirəm, Məryəm.
Hı. Bir ki qoca arvaddır. Hə. Ortaya girir. Mən barışmayacağam, amma eləməyəcəm. Barışın, birazdan ayrılacaqsınız, darıxacaqsınız bir-biriniz Əsma da üçün. deyir, mən barışdırmam, barışmayacağam. Məryəm də içində kişi bir yer barışıram. Valla ikisinin də ürəyindən barışmaq keçir. Ha, İkisi də. Kur'an olsun yok, hiç Al. yok. Çox sağ ol qız. Mənim heç yok. Aa. Kur'an olsun. Çaşdınız ha. Abi bunlar da başsın da. Barışın kızlar, birazdan ayrılacaq. Bu kutka da ağzıma girdi. Çəkil qal qırığı da. Barışın, birazdan ayrılacaqsınız, peşman olacaqsınız. Gedəcəksiniz evə, başlayacaqsınız görüntülü. Gülsüm bir saçam Seda eləyir, onu da barışır Gülsüm baxışdan. Əsladla Gülsüm heç demək olar ki, dava eləmirlər. Mən sizi dava eləyən də görməmişəm çoxdur belə. Həmişə siz birləşib aranı qaçsın. Yox, biz qaçmadıq. Birinci Rabi mənə vurdu başıma. Aşkım, Aslında ne alaka arı katmayla? Rabia sən niyə Əsnatın başına vurmuşsan? İşte bizim dava düştü. Məryəm, Əsmanla video çəkib paylaşmışam. Məryəm gəlib yapışıb ki, niyə onunla video çəkibsən? Məryəm Ciddi amma gözlə, özü bura zəhrə qədərəm. Amma Məryəm özü zəhrə Özün Əsma elə bilir ki, haqlıdır. Bu da hər yerə burnunu O görə soxur. çox Gəl danışır. Məsumə başıb, sən niyə aran qaçsan? Sən niyə belə edirsən? Başır mənə şey söyməyə. Eşşəyə nə bilim. Söyləməmişəm onu. Aşkım, Eşeğe zat sonra demişəm. dayanmır. Deyirəm eləmə öz adını zat. Yo, sən adında dayanmır. Sən də vurdun. Hə, mən də vurdum, dayanamadım. Məriş, sən Zəhra ilə video çəksən, Əsma da Rabia ilə çəkə bilərdi aşkım. Bir qızına da qısqanmaq araq. Özü öz Hə, bacısına. aşkım ben bir dəfə video çəkdim, hə. Hə. O dəfə zəhməti çəkməyəcəm. çək. Hə, indi qulaq as da. Bir dəfə çəkdim, hə. Hə. Sonra bir dəfə də çəkirdim video. Hə. Video. Hə. Hə, video. Əsla ümumiyyətcə yekə başını çəksə görünər daha Ona mı? görə də mən xoşum gəlmədi o videoda. Əsma olduğuna görə Zəhra ilə çəkdiyim videoda. Hə. Mən də ona görə o videonu bəyənmədim. Mən bir dəfə çəkmişəm Zəhra ilə. Yalan. Yox. Yalan. Düzdür. Gülsüm, sən də qərar ver ha tərəfdəsən, o tərəfdəsən, bu tərəfdəsən, qərar ver. Toyudur. Gülsümün evdə toyudur. Toy dedi işte. Bildim, Mən də bildim. maşında Sən sən toyunda toyunda evdə. deyərəm. Mən də sən deyərəm nakış bir. Maşındakı sözlər deyər. Vay. Qırırlar Sən bir-birlərini. də bilirsən Gülsümün. Barışınlar da. Başım qırıldı. İyidən də boğulam. İki gecə, 3 gündür də bir yerdəsiz, Hə, düzdür? yaxşı hər gün qalmır bir-birimizə. Hər gün dava eləyərdik. Barışın. A. Bu bir... A. Nədir, mən niyə vursan it? Bir-birinin başına vurmağı İş yığışdırın. yaxşıdır A. bir-birimizdən qalmırıq. Eşitmirlər bunlar məni. İş yaxşıdır bir-birimizdən qalmırıq. Zarafat elədi də qızım. Əsas görə biz dava eləyirik çox qalanda çünki bir-birimizlə. İndi barışın ayrılacaqsınız birazdan. Barışın sonra peşman olacaqsınız. Aşkım kameranı baxla iş əsəbləşirəm. A. Şişmisən sən kameran bağlıca əsəbləşirəm. Ver. Barışın izləyicilər də görsün. Sonra məni öldürürsünüz ki, izləyicilər görmədi barışmağımızı. Barışın, siz bacısınız. Barışın. Barışma istəyir. Dayanıb bura baxın. Buraxma. Barışın, Məryəm, sən indi Mən günahım nə idi Allahım? Rabbi orada boğuluyor. Ay Allah. Geldi. Hoş geldin Məhmirəm. Məhmirəm. Bizdə Ne yapayım da Məhmirəm. ağlıyor gene? İndi ayrılacaklar onsuz. Ha, indi ayrılacaqlar, gedəcəklər evə. Məryəm. Yapamayacağım. Ben çəkəcəm də sizə. Əgər bu video bugün çatdırsam, bugün çəkəcəm, çatdırmasam, sabah çəkəcəm. Baxarsınız bunları görüntülü bir-birlərindən eşki yaşayan yerdə. Acacına mənə enerjimi xərcləməyin küslülüyünüzə. Gedək. Deməli, barışdılar dostlar, amma yeni bir bəh. Barışlar dostlar bak. Barışdılar, amma yeni bir sorunumuz var. Yenə sorunun mənbəyi Məryəmdir. Məryəmin telefonunun ekranını düzəltdirməyə göndərmişik. Məryəm telefonunun parolunu unudub. Necə açacağımı unutdum sən. O ki mənim şey babaya gəlir. Hə. Necə açacağım? Format vereceğim. Olur elə kodla bir yerdə. Format verməyə olmur. Kodsuz format məncə də olmur. Aşkım məndən gizlətməsən, heç gəlmə o kodunu. Heç nə, yiyin bir şey fikirləşərik. Məndə də bir dəfə yadımda.
Arkadaşlar Şəhriyar əminizlə bir yerdə gəlmişik televizorlara baxmağa. Şəhriyar köçü bu evə deyir televizorsuz qala bilmirəm. Elə bilirəm nəsə əksi idi. İndi gəlmişik baxaq görək nə var, nə yox. Kızlar televizor üçün baxdıq, amma birinci problemimiz Məryəmin telefonu gəldi bu arada. Ekranı düzəldildi. İndi kodunu yadına sala bilmir. Bir saatlıq kilidə düşüb arkadaşlar. Görürsüz? Uşaq nədir, fişəng nədir? Elə idi o. Uşaq nədir, fişəng nədir məsələsinin həyat bulmuş. Uşaq nədir, kod qoymayı nədir? Özü də düz deyir deyəndə ki, özü də kod qoyub da. Grandos 5656. İndi dedim bildik, biz bilmirdik sən kodunu. Grandos 6'ya vermişəm, 6'ya deyirəm. Sən bilirdin əsnatın kodunu? Yuxumdan da o heyecanla durmuşam mən. Nə? Bugün o heyecanla durmuşam yuxumdan. Məryəm babşım kodunu itirib saxlayasan da o şeydə. Saqqız adı olan mağazində. Saqqız adı nədir ona? Saqqız adı saqqız. Ha! Ora nə insan? 2 dəqiqə saxla da. O zaman bilir, gət izən manatlığı edir, gət izən oraya edir. Nə axtarsan, bolt axtarsan, şurup axtarsan. Deyəmərəm nə axtarım, xahiş edirəm. Babşım, televizorda tapa bilmədik, Məryəmin kodunu da tapa bilmədik. İndi oyuncaq səbəti axtarırıq, onu da tapa bilmirik. Yuxum gəlir. Saxla burada. 2 dəqiqə baxım gəlirəm. Mən gəlirəm. Gəl. Yo, mənim üstümdən axtarlar. Evet arkadaşlar 2 tane bıngıl gedirik əsi üçün oyuncaq səbəti axtarmağa ki, çocukum oyuncaqlarını bir yere yığabilsin. Aça bilirsən, gücün çatdı. Arkadaşlar burada yastıqlar da var kravatın üstünə qoymağa. Amma mən istədiyim daha soft belə mantikli bir şeylərdi. Pinterest yastığı kimi. Sonra o evə buna bax çəkir. Evə girəndə ayaqqabıları taxıb qoxusunu itirmək üçün aparat var burada. Hə, getdi yenə bir dənə peluş oyuncaq tapdı özünə. Gəl baxaq səbət üçün, gəl. Çünki axtarış proseslərimiz çox uğursuz gedir hal-hazırda. Onu da tapa bilmədik. Ürəyimizcə olan bir oyuncaq səbəti də tapa bilmədik arkadaşlar. Yola davam. Görək də heç nə. Nə axtarıq tapa. Bugün o gün deyil. Ümumiyyətcə axtarmayaq məncə. Gerek yoxdur. Astarada da gedib baxarıq aşkım. Biz istədiyimiz böyük ölçüdə əsnatın oyuncaqları, yəni bu boyda bir səbətə sığışmaz da. Gərək iri bir səbət olsun ki, sığışsın. Ən azından 2 dənə alaq. Bütün oyuncaqlar sığışsın. Çünki evdə 2 dənə kravatın dalı, bir dənə kravatın üstü, qapının dalı, hər yer oyuncaqdır köhnə evdə. Yəni 2 dənə balaca səbətlə həll olmayacaq. Bütün otağı da səbət eləyə bilmərəm. Ona görə elə bir şey tapmalıyıq ki, işimizə yarasın. Getdik. Gedək. Evet. Düşün bakalım cücələr. Ay Allah, qaldı o. Bibi bizi qapıda qarşılayır. Gəl, anovuz nətər darıxıbsa. Bu birilər anı. Düşün dəzə cücələr. Arkadaşlar gətirdik cücələri təhvil verməyə annələrinə. Əsma gillə, Gülsüm gillə vidalaşıyoruz. Əsnat üzgün, Əsnat mutsuz. Ya Əsnat hələ üzgün deyil. BBC gilə gəlib deyə hələ Nastreniyası yenə buradan gedəndə üzgün olacaq. Sən odsan, mən partlayıram evdəki yeməkdən sonra. Nə boydaydı o pişik. Nəysə arkadaşlar, gəldik nakuşgilə. Nə qədər yedizdirib sən bir şey? Sən pişiyində o. Nə boydaydı. Xoş gəlmişik efendim, xoş gəlmişik. Qızlarımı sağ-salamat təhvil verirəm sənə. Şirkət qəsə var. Sənin dəhşət xəbərin var. Nə? Baxım rezinlərimizə. Sürpriz. Ver də verməyə lazımdır. Moydalarımızın altları. Uşaqlar krantımızın altlığı hazırlanır. Moydalarımız yavaş inşallah birinci günə kaskaya edir. Teşekkür ederim. Bir dənə möhtəşəm moydadır gəlin. Dostlar, bir dənə möhtəşəm. Topkapı seramik bizim moydadırımızı düzəldir. Bir dənə üzr istəyirəm sakitçilik. Bir dənə söz soruşum. Şeydir, biz dünən zakaz elədik, mebeli hazırdır. 2 günə hazır elədim. Halaldır vallahi. Deməli istəyən Deyəndə, bax ustalara buradan kapak olsun. Qurban olmalılar. Demək istəyəndə nəsə tez eləyə bilirmişik. Hə, 2 gün elə yaxşı. Amma ki, biliyorsun ki bir günlük işi
10-cu da görürlər, pulu da alıb yeyirlər. Sonra da deyirlər ki, qardaşım, mən heç qazanmadım. Sən qurban var mənim gözəl qardaşım. Yat, durma saat 1-də, 2-də, dur saat 8-də. İşi tez gör, pulunu da etdi, vaxtında al. Xərclə, mənim atam da belə edirdi. Elə qurban olmalı, heç nə də eləyə bilmir. Topkapı haradır? Seramik. Topkapı Seramikin işçilərinə halal olsun, həqiqətən çox halal olsun. 2 günə bildilər. Həm də bizim izləyicidirlər, ailəsi bizi izləyir. Buradan ailəsinə də çoxlu salamlar. İnşallah tam hazır olsun. Hamam tam hazır olanda ekskluziv çəkilişlərdə sizi taq eləyərəm, baxarsınız. Qurban Allaha. Kim də istəsə səhifələrin orada etiketləyəcək. Evet. Sizlər də yararlana bilərsiniz. Bax belə ustalara halal olsun, həqiqətən. Bu arada Nahidə təzə duxular gətirib. Arkadaşlar, mənim baldızım parfüm satır axı. Təzə parfümlər gətirib. Libre, Trussardo Donna. Bunu heç işlətməmişəm. Molekul. Bunların üçün də işlətmişəm. Bunu iyini bilmirəm. Hansı parfümləri işlətmisiniz buradakilərdən? Qəşəng iyi var ha. Nahidə, bunlar zakazdır, yoxsa gətirmisən hələ yiyəsi yoxdur? Trussar. O əlavədir. Qəşəng iyi var, çox qəşəngdir. Şey o elə biləyinə taxıb. Studiyada gərgin anlar. Deməli, bir dəqiqə. Söhbəti izah edirəm. Bunlar bir-birlərinə dostluq rezini taxıblar. Duxu da vurublar hələ üstlərinə. Ay Allah, ətlərim limə-limə, ya Rəbbəl aləmin. Bu da deyib ki, onu taxmayın, videoda söz eləyirlər, başqa yerə yozurlar. Məryəm də deyir ki, o özü qara qolbaq taxır, neçə vaxtdır... Ay, mən də söz deməmişim, Quranan da olsun. Onlar sat da verir. Məryəm qara qolbaq taxan qızları qınıyır. Dayanmadan lağ qoyur onları. Gəlin mənə şey eləyib ki, sən də onlardansan. Bəs sən də busan. Deyirəm, Mən heç taxmışam da səbəbini deyirəm də. Qınıyır, sonra gedir özü taxıcıq olmaq. Mən sənin üçün taxmışam. Bir də saçını qınadığın şey eləmə. Onu Bax, onu qara qolbaq taxıb. Bəs niyə sən taxmısan? Peyğəmbərə dav eləydi. Bunu qolda qara qolbaq başqa var. rəqsləri qınır, sonra gedir o rəqs eləyir. O şeydir axı aşkım, tərk etsin. Yo, bunu qınıyırdın, Laşlayfə qınıyırdın. Özü deyir, o pis şeydir, nə bilim nə. Buna siyə Məryəm yorumlarda görmüşdü. Bu qara qolbaq söhbətinə Nahidə burada deyir, qoy aydınlıq gətirim. Uşaqlar, bu qara qolbağın başqa nəsə mənası var imiş. Mənim qızlarım qara qolbağı elə həmçinin mən özümdə indi yoxdur. Rabiyadan əkişdirmişdim. Hara getdi o? Bu o deyil, bu Nahidə bibim verdiydi, oradan mənə boz-boz baxma. O bitirib sən də. Olur bizdə Yox. şey. Yox. Səndən aldığımı itirməmişəm. Səndən aldığı da qolunda. Aşkım o belə nəsələ bilməz. Buradadır. Bunu düzdür. Rabiyadan əkişdirmişəm. Biz hamımız saç yığan, açan tərəzi büclərik. Yəni bu heç kəs onu başqa mənada taxmır. Uşaqlar arasında, məktəblər arasında başqa mənası var imiş, amma yəni bu sadəcə rezindir. Mən də taxıram. Benim kocam var, yəni arkadaşlar, evliyimdir, amma mən də taxıram çünki lazımdır da, faktiki olaraq lazımdır bunu. Qolda lazımdır, ehtiyac var buna. Bu söhbət hardan çıxıb mən bilmirəm. Yorumlarda yazıblar bir dəfə. Qız yoğlan taxan belə sayılır. Hə, o da düzdür. Nəysə, vəbşim. Uzun sözün qısası, bunlar saçların yığmaq üçün taxırlar. Məryəm də yorumlarda görüb bunun üstünə düşmüş ki, o qolbağı taxma, lazım oldu get şkafından götür, saçını yığ. İndi Məryəm özü taxıb, düz deyirlər də. Taxmışam. Mən yox, başqa qızlar da qınıyırdı. Dayanmadı mənə gəldi dedi ki, ona bax qara qolbaq taxıb başladı gülməyə. Ona qızıl olmam. Dəli hadı da. Mənə oxşayıb da qeybət qırır, sonra gedir aşağı hərəkət. Qızıq gəl axı aşkım, qınıyır sonra özü eləyir. Sən heç eləmirsən qınadığın şeyi. Söyləməkdə xoşum gəlmir şey. Məryəm dəlisən sən. Amma mənim zəhrim gedir elə olanda. Qınadığı şey eləmək. Mən də danışım Rabiyanın söhbətlərindən. Danış. Aç sandığı, tök pambığı, görüm nədir o? Bunlar qırışanda mən karlı çıxıram söhbətdən. Şimdi Aşkım bak o rəqsi də qınıydı. Sonra dayanmadan o evdə onunla oynayır. aşkım bu telefon 3 dəfə çəkir. Quran olsun, ona yaxın o videonu çəkirdi. Telefon əlim qırmışdı belə tutmayır. Şimdi.
Allah'ın dostları qınadı. Sən o videonu 10 dəfə çəkib telefonda buna tutturmusan. Bir dəfə. O hansı Quran dostu baxsam öyrənə bilməzdim, amma 10 dəfə buna baxdım, öyrəndim o. Hə də aşkım qınıyıb, o qədər deyir insan məruz qalandan sonra müjə öyrəşir. İndi video qoyub mən Zəhrənlə çəkirəm hə. Necə belə? Video bizi qınadı, getdi ikisi də başladı. Yo, bir dənə də söz deyim. Yo, bir dənə də söz deyim. Siz fərqindəsiz ki, heç bir davada əsnadın aidiyyəti yoxdur. Sizlə Məryəm qırışsız, əsnad da ortalıqda. Qızışdıram. Ortalıqda inciməsin. Kəsir. Ona fikir bildirir, bunun tərəfini tutur, onu qınıyır. Axır döyüləcəksən sən əsnad. Nəysə arkadaşlar, bunlar ayrılmamışdan qabaq son qırğınlarını eləyirlər. Nədir o? Aa, yeni il corabı. O nədir? Sən Gülsümdür. Ev yasınız qollar. O qədər Əminə Aslan görmüşəm. Üstə gəlin çatmadı mən ki, olmalı idi yaxın. Gülsüm, Məryəm. Nəysə. Balaca olanda yazıb. Arkadaşlar, videonu burada sonlandırıram. Eləməyin, dayan. Tamam. Əvəzləndiniz, tamam. Dəlixana deyər. Ayrılırlar axı. Gərək boşasınlar bir-birlərini, evə gedib ulasınlar bir-birlərini dalayıcı. Hoş geldin Nihal. Neyse arkadaşlar, videonu sonlandırıram burada. Gedirik, baldızımın pişirdiği yemeği yiyip gedirik eve. O biri ev için market alışverişi gelsin diyenleri yorumlarda gözləyirəm. Videomuzu beğendinizsə Kanalımıza abone olun, like atıp yorum yazmayı unutmayın. Maçı Gucci.